Suraxanı rayonunda Konstitusiya və suverenlik ili çərçivəsində 18 oktyabr müstəqilliyin bərpası günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə rəhbərləri iştirak ediblər. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 18 oktyabr müstəqilliyin bərpası gününə həsr olunmuş videoçarx nümayiş olunub. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışıb və qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib. Beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub.